Salam dostlar, bu videoda artıq biz alqoritmdən növbəti sonuncu sınağımızın izahını vermiş oluruq. Deməli, alqoritmin yerinə yetirməsindən sonra x-in qiyməti neçə olar? Baxıram ki, bizdə k qiyməti və x qiyməti verilən kimi daxil edilib. İndi k görürəm ki, burada parametrdir. Niyə? Altıbucağlının daxilindədir, modifikasiya dövrünün daxilindədir. X'in qiyməti də 1 kimi başlayıb. İndi biz bilirik ki, K 3, 7, 2 yazılıbsa, birinci qiymət başlanğıcı, ikinci qiymət son alına biləcək qiyməti, üçüncü qiymət addımı ifadə edir bizim üçün. İndi bu məntiqlə düşürəm aşağıya. Niyə? İndi ilk olaraq K başlanğıc olaraq neçə alıb? 3 alıb. Birinci qiymət başlanğıc qiymətini ifadə edir. Deməli, K başlayanda 3 qiymətini alacaq. Artıq növbəti dövrdə 2 addım artacaq, olacaq 5. Növbəti dövrdə artıq olacaq 2 addım artıb 7. Bu şəkildə getməli. İndi 3-dən başladı. Düşür aşağıya. X-in yerinə 1, 3 vurulsun 1, üstə gəlsin. K-nın yerinə də 3 qoyuram. 4 vurulsun 3. Verəcək mənə 3, o da 12, 15 qiyməti. X-in yeni qiyməti oldu 15. Qaydıram dala. İndi gələndə K 3 idi. 2 addımda artdı, neçə olacaq? Artıq 5. Niyə 2 addım artdı? Çünki addım 2'dir. Düşürəm aşağıya. X'in yerinə qoyuram 15'i. 3 vur 15 plus 4 vurursun. K'nın yerinə də 5 qoyuram. İndi 3'ü 15'e vuranda 45 edir. 4 vur 5. 20. 45 o da 20 verəcək mənə. 65 qiymətini. Ona görə 65 yazıram və keçirəm növbəti dövrə artıq. Burada biz K'nın qiymətini yox, daha doğrusu x'in qiymətini silməliyik. X'in qiymətini silib yazdırıq 65 şəklində. İndi x'in qiymətini sildim, 65 yazdım. Qaldı bir dənə məndə burada K'nın qiymətin ən sonuncuna görə müəyyənləşdirmək. İndi K 5 idi. Dövr qaydanda 2 addımda artır. Neçə olur? 7 olur. Baxın, son ala biləcəyi qiyməti aldı. Son ala biləcəyi qiyməti aldı deyə deməli artıq bizim bu dövr axırıncı olacaq. İndi gəlirəm niyə? Baxın, x'in qiymətini yazıram. X bərabərdir. 3 vurulsun. X'in yerinə 65 plus. 4 vurulsun. K'nın yerinə də son alınacaq qiymət 7. 3 vur 65 195. O da 4 vur 7 28. Verir mənə 223. X'in deməli son qiyməti oldu 223. İndi K bir dəfə də qaydanda bax 7 üstə gəl ki 9 olur. Son alına biləcək qiyməti aşır. Aşır deyə stop eləməliyik. Ona görə gəlirik nəticəyə. X istəyir deyə X 223'dür. Cavab kimi 223 götürmüş oluruq. İkinci sualda deyir ki, verilmiş blok sxemdə K-nı müəyyən edin. Biraz böyük ölçüdə bir sualdır. Durub burada bir-bir əməliyyatları icra eləməyəcək. Necə sürətli tapmaq lazımdır onu deyək. Baxın, ilk olaraq i-də 2-dən qiymət yazın. Birincisi başlanğıc, ikinci son alına biləcək qiymət. Üçüncü addım yoxdur. Olmayanda bu standart olaraq bir-bir artmaq deməkdir. Mənfi 50, mənfi 49, mənfi 48 və s. Belə. İndi ilk olaraq baxın, adi mənfi 50 qiymətini qoyuram. Bura eləyir mənfi 70, bura eləyir mənfi 35. Vuranda bir-birinə müsbət qiyməti verir. Və A böyük olur 0-dan deyə hə deyib K 1 vaid artır. Olur 1. Baxın, mənfi 49 qayanda da mənfi alınır hər iki tərəf, müsbətləşir. Mənfi 48 qoyanda da, mənfi 47 qoyanda da. Bəs ta bu nə vaxta kimi davam edir? Baxın, mən artıq mənfi 16 qoyanda belə mənfi 16 qoydum. Burada da mənfi 16 qoyanda. Mənfi 16 çıx 20, mənfi 36, digər tərəfdə də mənfi 1. Vuranda bunlar bir-birinə müsbət 36 alıram. Görürəm ki, mənfi 16 qoyanda da problem olmur. Amma mən artıq mənfi 15 qiymətini yerləşdirirəm. Yəni, burada mənfi 15 qiymətini qoyanda mənfi 15 plus 15 sıfırlanır. 0 bu qiymətə vuranda o da 0'dır. 0'da A da 0 olsa 0 0'dan böyükdürmü? Xeyr. Xeyr deyib yuxarıya qayıtmış olacaq. Deməli, düz mənfi 50-dən mənfi 16'ya kimi bizdə bu proses müsbət qiymət almış olur. Bəs neçə dəfə dövr eləyir bu? Baxın, mənfi 50-dən mənfi 16'ya. Buradakı dövr sayını tapmaq üçün böyükdən kiçiyi çıxıram
və üzərinə 1 gəlirəm. Niyə? Çünki hər ikisi daxildir deyə. İndi mənfi 16 mənfiyə təsiri müsbətləşir. Plus 50 plus 1. İndi verir bizə dostlar ümumilikdə 35'i. Burada elədi 35 dənə. İndi baxın 0 bizdə mənfi 15 oldu. Bura 0 oldu. Bura mənfi. Vuranda bir-birinə 0 olur. İndi mənfi 14 olsa baxın bura artıq müsbət 1 olur. Amma bura mənfidir. Müsbət və mənfi vurulanda bir-birinə nə olur? Mənfi qiymətli olur. Ona görə qayıdıram yuxarıya. Baxın bura mən mənfi 13 qiymətin qoyandadır. Müsbət 2 müsbət alır. Bura isə mənfi alır. Bir tərəf müsbət, bir tərəf mənfi olanda hasil mənfi olur deyə yenə yox qolu ilə davam eləmiş oluram. Bu da əslində bizim K-nın qiymətinin artmağına təsir eləmir. O səbəbdən mənə maraqlıdır. Bəs nə zamana kimi bu mənfi qiyməti alacaq? A nə zamana kimi mənfi olacaq? Baxın, A-nın qiyməti nə zamana kimi mənfi olur? A, məsələn, 19 qiymətini alana kimi. Məsələn, 19 qiyməti oldu. I artıq 19'dur. 19 çıxı 20 mənfidir. Burada müsbət. Yenə bir-birinə vuranda mənfiləşir. 20 qoyanda, baxın, 20 çıx 20, 0. 0'ı bura vuranda 0 eləyir. Yenə bizdə 0'dan böyük olmur deyə yuxarıya qayıtmış oluruq. Amma artıq 21 qiymətli mən buraya yerləşdəndə i-nin yerinə bura 1 olur, müsbət. Burada müsbət olur. Müsbət olur deyə A da müsbət olur, aşağıya K-nın qiyməti dəyişilməyə başlayır. Bəs bu proses hara kimi davam edir? Təbii ki, ən maksimal 50'yə kimi. 21 və 21'dən sonraki bütün qiymətlərdə burada müsbət, burada müsbət olur. Ona görə müsbəti müsbətə vuranda A 0'dan böyük olduğuna görə 21'dən 50'yə kimi qiymətlərində i-nin bizdə A müsbət qiymət alacaq. Bəs burada neçə təkrarlama var? Böyükdən yenə kiçik çıxıb üzərinə 1 gəlirəm. Verir mənə 30'u. 30 təkrar burada, 35 təkrar burada. Ümumilikdə 65 təkrar olur. Bəs K 0'dır. Neçə olacaq? Baxın, artım 1-1'dir. 65 təkrarın hər birinə 1 addım artır. Ona görə 65'e vururam 1'ə. Ümumi görürəm ki 65 faiz artır. 0 üstəki 65 də bizə nəyi verir? 65'i. Cavab kimi 2'yə 65. Cavabını götürmüş oluruq. Biraz bəli qarışıq sual sayıla bilər, amma əslində məntiqi olaraq bunu artıq biz yazmağa bacarmalıyıq deyə bilərik. İndi gəlirəm 3'ə. 3-cü sualda x kvadratı x kubu x üstü 4 x üstü 5. Hər biri nə zaman hesablanır? X kvadratı x 10'dan böyük olanda hesablanmalıdır. X kubu x bərabər 10 olanda hesablanır. X üstü 4 x bərabər 9 olanda hesablanır. X üstü 5 x kiçik bərabər 8 olanda hesablanılmalıdır. İndi bu şərtlərə əsasən biz cavabı müəyyənləşdirməyə çalışaq. İndi deyir ki, verilmiş ifadədə ən az neçə şərt bloku olmalıdır? Baxın dostlar, verilmiş ifadədə ən az neçə şərt blokunun olmağını tapmaq üçün gəlirəm elə şərt bloklarını yavaş-yavaş sırayla səliqəli yerləşdirmək. Birinci olaraq x böyükdür 10'u yerləşdirək. İndi yazaq burada x böyükdür 10. Hə olsa hesablama x kvadratına aparılacaq. Yox olsa x 10'dan böyük deyilsə nə ola bilər? X 10'a bərabər ola bilər və yaxud x 10'dan kiçik ola bilər. Düzdür? İndi ona görə məsələn bir dənə şərt bloku qoya bilirəm ki, məsələn, mən burada qoyacağım x bərabərdir 10. X bərabər 10'dursa, hesabla bununkuna, yəni x kubunu. Yox deyilsəm, x 10'a bərabər deyil, onda x kiçikdir ondan. Niyə? X 10'dan böyük olmadı. X 10'a bərabər olmadısa, avtomatik x kiçikdir ondan. Yəni sağ tərəf x'in 10'dan kiçik olduğu vəziyyətdir. Amma bizə zaten o lazım deyil. Bizə x bərabər 9 və x kiçik bərabər 8 lazım. Ona görə yazıram burada x bərabər 9 şərtin. 9'a bərabərsə, hesabla x üstü 4 ilə. Yox əgər, onda mənə lazımdır bunun şərtini vermək. X kiçik bərabərdir 8. Hesablasan, ver x üstü 5 nəticəsini. Yox. Əgər x 8'dən kiçik bərabər deyilsə, o zaman artıq məsələn error ver. Yəni mən 4 dənə şərt verməliyəm ki, buradakı hamısını yoxlaya bilim. Ona görə cavab kimi 4'ü götürmüş olacaq. Keçirəm 4-cü suala. S2, 4, 6 və
plus n ədədin cəmini hesablamaq boşluqların yerinə nə yazılacaq? Yəni bu cəmi hesablamaq üçün biz boşluqların yerinə nəyi vermiş olacaq? Bu lazımdır bizə. Biraz bunu aşağı eləyim. İndi baxın. Bizə lazımdır ki 2, 4, 6 yəni cüt ədədlərin cəmi. 2, 2 artım lazımdır bu bir. Yəni variantlardan onsuz da 2, 2 artımı görürük. İkinci olaraq n ədədinə kimi cəmləyəcək, yəni n də daxil olmaqla. Ona görə a istər-istəməz bizdə n-dən kiçik olmalıdır. N-dən böyük olsa, 0 n-dən böyük olsa, n burada böyük ədəddir axı. A n-dən böyük olmadığına görə yox deyib, nəticəmiz artıq yəni heç nə olacaq. Ona görə a-nı n-dən böyük eləmək mümkün deyil. Yenə deyirəm, a 0'dır. 0 n-dən böyük olmadığına görə n müsbət ədəddir. Artıma görə də bilmək olur. 0 n-dən böyük olmadığına görə yox olur və bu cəm heç bir zaman görünmür. Çünki bizdə bu hissələrdə həmin o hesablamanla əlaqəli işlər var. Bu səbəbdən dostlar, deməli mən məcburam ki a-nı n-dən böyük götürməyim. D variantı gedir ona görə bu şəkildə. İndi bəs a-nı nə götürə bilərəm? A-nı kiçik bərabər n götürməliyəm. Səbəb nədir? Məsələn, a-nın böyük olduğu y variantı da var, onu da atdım. Niyə? A-nı kiçik n götürsə, nümunə üçün, biz hesablamada görmək də olur. S bərabər S plus A görürük variantlarda. S bərabər S plus A olsa, indi hesabladıq. Gəldi indi A gəlib 2, 2 artdı. Tutaq ki, n qiymətini aldı. N n-dən kiçik olmadığına görə yox deyirik və nəticəyə S n-siz çıxmış olur. Çünki n-i biz gəlib bu düsturda yerləşdirə bilmədik. Yox deyib dayandıq. Yəni n-dən əvvəlki 2 vaid az olan bir qiyməti burada hesablanmış olacaq. Bu səbəbdən bax n-in qiyməti hesablanılmır deyə istər-istəməz a-nın n-dən kiçik olduğunu götürə bilmərik. Ya a yəni bu şəkildə C variantında ya da B variantında kimi doğru cavabımız bunlardan ikisindən biri olmalıdır. İndi bəs doğru cavab hansıdır? İlk olaraq a-nın 0 qiyməti qoyulub. Düzdür? A-nın 0 qiyməti qoyulub deyə bizdə amma cəm nədən başlayır? 2-dən başlayır. Bir növ mən ilk olaraq a-nı sanki 2 vahid artırmalıyam. Düzdür? Amma yanlış bir fikirdir. 0'ın olmamağı bu demək deyil ki, burada 0 iştirak eləmir. Sadəcə 0'ı cəmləyəndə zaten iştirak eləyib eləməməyi fərq eləmir. İndi məsələn sadə götürək. 2 ilə 4'ün cəmini hesablamaq istəyirəm. 6. İndi A 0'dır. Birinci olaraq A kiçik bərabər n şərtini qoydum. İndi n bizdən maksimal ədəd 4 olduğuna görə 4'dür. İndi birinci olaraq mən həmin bu s-in qiyməti 0'dır. S ilə a-nı cəmləyərəm. 0 üstə gəl 0, s olar 0. Düşərəm aşağıya, burada a-nı 2 vaid artırarım. Niyə? A-nın köhnə qiymətindən birinci bunu toplasın. Ondan sonra a 2 vaid artsın, şərti yoxlamış olsun. 2 vaid artdı a, 0 idi 2 oldu. İndi 2 4'dən kiçikdirmi? Bəli. Düşəm aşağıya, s olur 0, üstə gəl həmin 2. S-in yeni qiyməti oldu 2. İndi aşağı düşəndə A 2 vaid artdı oldu 4. Bax 4 4'dən kiçikdirmi? Bəli. Aşağı düşürəm A 4 oldu. S 2 idi, A da 4. 2 üstə gəl 4, 6 qiymətini verdi. İndi aşağı düşəndə 4 üstə gəl 2, 6 eləyir. 6 4'dən kiçik olmadığına görə nəticə nə çıxır? Aldığımız 6. Yəni cavabda 6 tapmışdıq. Amma indi baxın, vəziyyəti dəyişdirirəm. Burada yazıram A plus 2. Birinci A bərabər A plus 2. Buradakı şərt zaten eyni olsun. Burada S bərabər S plus A. Yəni C variantındakı məntiqi yox da B variantındakı məntiqi yazıram. B-nin səhv olduğunu indi aşkara çıxaracaq. İndi baxın, yenə başlanğıc 2 və 4 ilə elə hesablasaq yetər. Bəsdir. A başlanğıc 0'dır. S 0'dır. İndi ilk olaraq 0. İndi n-də 4'dür. Birinci ən böyük ədəd 4 götürdük çünki. N 4'dürsə, indi A 4'dən 0 4'dən kiçik bərabər. Düşəm aşağı 0 üstə gəl 2, A-nın yeni qiyməti 2 oldu. Aşağıda 0 üstə gəl 2, S də 2 oldu. Qayıdıram yuxarıya.
2 4'ten kiçikdirmi? Bəli. Düşəm aşağı. 2 plus 2 A'nın yeni qiyməti oldu 4. Aşağıda artıq S 2'dir. A da 4. 2 üstəgəl 4 6 eləyir. S'in yeni qiyməti oldu 6. İndi qayıdıram yuxarıya. A 4'dür. 4 4'dən kiçik bərabərdirmi? Bəli. Hər elədim. Baxın. 4 üstəgəl 2 A oldu 6. Aşağı düşəndə S 6'dır. A da 6. S'in yeni qiyməti 12 olur. Amma bizim cəm 6 eləməli idi. Baxın, fikir versəz burada problem olur. Ona görə birinci S bərabər S plus A olmalıdır. Sonra A plus 2. Cavab olur C variantı. Keçirik növbətiyə 5. N faktorial funksiyasının qiymətini hesablayan alqoritmi tipini müəyyən edin. Yəni bu dostlar fikir versəz n faktorial. N faktorial nədir? 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4 vurulsun, 5 vurulsun, n. Yəni burada n-ə qədər ədədlər ardıcıl vurulmalıdır. Bir dövr olmalıdır. Hər dəfə vuranda bir vahid hər dövrdə artmalıdır bizim ədəd. Nümunə üçün i parametri olacaq burada. Məsələn burada yazacağım. I başlanğıc qiymət 1, son qiymət n. Bir artacaq. Hər dəfə tutaq ki, yeni i bərabər olacaq biz, yeni i demək, yeni a deyək, a-nın başlanğıc qiymət. A bərabər olacaq bizdə, a vurulsun i-yə. İndi a 1'dir, 1 vurulsun 1, a-nın yeni qiyməti oldu 1. İkinci dövrdə i 1 addım artdı oldu 2. A 1 idi, 1 vurulsun 2, a oldu 1 vur 2, yəni 2. Növbəti dövrdə artıq a 1 vahid də artacaq. Yəni 3 olur. Aşağı düşəndə a-nın yeni 2, i-nin yeni 3 qoyacağım. 2 vur 3, a olacaq 6. Yəni bu zaten nə deməkdir? 1 vur, 2 vur 3. 3'ün faktoriyalı. Yəni eyni məntiqdir. N faktorial funksiyasının qiymətini hesablayanda da bizdə müəyyən bir ardıcıllıq olur, dövr olur. Həmin dövrə görə müəyyən bir ədəd bir artır və hər dəfə yeni bir kəmiyyətə vurulmuş olur. Məsələn bu n faktorial 3 faktorial ola bilər. Onda 1-dən 3'ə qədər davam edəcək dövr. N 5 olar, 1-dən 5'ə qədər davam edir. Yəni burada bir dövr var. Dövrə əsasən biz cavabı müəyyənləşdiririk. 6. Vermiş blok sxemdə S-in hansı qiyməti çap olunar? S-in hansı qiymətinin çap olunmağını tanımaq üçün təbii ki, burada həmin o qiymətləri səliqəli bir kənarda mütləq yazmalıyıq biz. S 12 verilib. M 3 verilib. İndi düşürəm aşağıya. Şərt deyil. 2 vurulsun M böyükdürmü S bölü 3'dən? 2 vur M, yəni 6 böyükdürmü? S bölü 3, 12 bölü 3, yəni 4'dən. Bəli, düşürəm aşağı. S'in yeni qiyməti 12 plus S'in yerinə 12 vurulsun M'in yerinə 3. 48. S oldu yeni qiyməti olaraq 48. Düşdüm aşağıya. M 6 vahid artdı. 3 idi. 6 artanda olacaq 9. İndi qayıdıram yuxarıya. 2 vur 9. 2M oldu 18. S'in yerinə 48 qoyanda 48 bölü 3 verir 16. 18 16'dan böyükdürmü? Bəli. Düşürəm aşağıya. S'in yerinə qoyuram 48. Üstəgəl 48 vurulsun. M'in yerinə qoyuram 9. İndi bu nə deməkdir? 48'ə mötərizə xaricində çıxsam, burada bir dəfə iştirak eləyib, digər tərəfdə 9 dəfə. 48 vur 10 deməkdir. Yəni 480. S'in yeni qiyməti oldu 480. İndi aşağı düşürəm. M 9 idi. 6 vahid artdı olacaq neçə? 15. Artıq yuxarı qaydanda baxın. 2 vur M yəni 15 verəcək bizə 30'u. S bölü 3 yəni 480 bölü 3 verəcək 160'ı. 30 160'dan böyükdürmü? Xeyr. Ona görə yox deyib düşürəm bura. S'in son qiymətini deyir. Cavab kimi 480'i yazmış olacaq. Yəni burada 480 cavabdır. Bu şəkildə peyda olmuş olur. İndi gəlirik növbətiyə 7-ci suala. Aşağıdakı alqoritmə əsasən D və S'in qiymətini təyin edin. İndi N'i başlanğıc olaraq 5 verib. Yəni N burada 5'dir. Biz də 5'i yazaq. D 1'dir. S bərabər 0'dır. İndi düşürəm aşağıya. Baxın ilk olaraq buradan düşdüm aşağıya modifikasiyalı dövrə. Birinci başlanğıc qiymət, ikinci son ala biləcəyi qiymət. Addım yoxdur deyə bir artacaq. İlk olaraq i alır 1'i. Düşdüm aşağıya. D bərabər 2 vur D. Yəni 2 vurulsun. D'nin son qiyməti 1 idi 2. D'nin son qiyməti oldu 2. S də S plus D'dir. S 0 idi. D'nin üzərinə gələndə eləyəcək 2. S oldu 2. Qaydıram yuxarıya.
i 1 idi. 1 addım arttı. Oldu 2. Düşəm aşağıya. D'nin qiyməti 2 idi. 2 vurulsun 2. D'nin son qiyməti oldu 4. İndi düşəndə aşağıya. S'in üstünə gəlməliyəm. D'nin son qiyməti 4'dür. Verəcək bizə 6'nı. S oldu 6. İndi məsələn burada qırmızı rəng seçək. İndi S oldu 6. Qaydıram bir dəfə də təzədən geriyə. I son olaraq 2 idi. Bir addım da artacaq. Çünki bizdə hələ 5'ə qədər davam etməlidir. Olacaq 3. Düşürəm aşağıya. D 2 vur D'dir. 2 vur 4. Yəni 8. D'nin son qiyməti oldu 8. S də S plus D. Yəni 6 plus 8 eləyir 14. S'in də son qiyməti oldu 14. İndi qaydıram dala. I 3 idi. Bir addım da artır olur 4. Düşdü aşağıya. 2 vurulsun D'nin qiyməti 8 idi. Verdi bizə 16'nı. İndi düşdüm aşağıya. S bərabər S plus D. S 14 idi. D də son olaraq 16 alıb deyə olacaq 30. İndi S'in də son qiyməti oldu 30. İndi qaydıram bir dəfə də dala. I 4 idi. Bir addım da artır. Son qiyməti fikir verir aldı. 5'i. Düşdüm aşağıya. D 16 idi. İndi D'ni yerinə qoymalıyam mən orada. Təbii ki, həmin o 16 qiymətini. 2 vurulsun 16 verdi mənə D'ni 32 şəklində. D oldu 32. İndi aşağı düşürəm S'in yerinə 30. D'nin yerinə də 32 qoyuram. Verir mənə 62 hissəsini. 62 aldı. İndi bir dəfə də dal qaydanda i artıq 6 olur. Son qiyməti aşır. Ona görə nəticəyə gəlirəm. D oldu 32, S oldu 62. Cavab oldu Y. Keçirəm 8'ə. N və K'nın ilkin qiyməti 2 olarsa Efsa Akademi ifadəsi neçə dəfə çap olunur? Deməli, N və K hər ikisi 2'dir. Yazıram ona görə kənarda 2. Hətta belə də yaza bilərəm. İndi 2 9'dan kiçik bərabərdir mi? Bəli. Efsa Akademidən bir dəfə keçdi deyə bir dənə plus qoyuram qarşısına. Düşdüm aşağıya. N bərabər N plus K. N 2'dir, K da 2'dir. 2 plus 2. N'in yeni qiyməti oldu 4. Yazdım 4. Qaydıram dala. 4 9'dan kiçik bərabərdirmi? Bəli. 9'dan kiçik bərabər olduğuna görə hə deyib düşdüm aşağı. F-dən bir dəfə də keçdi. Bir dənə də plus. İndi gəlirəm N 4 idi. 4 plus 2. N'in yeni qiyməti oldu 6. İndi qaydıram dala. 6 9'dan kiçik bərabərdirmi? Bəli. Bəli dedim. F-dən bir dəfə də keçdi. Bir dənə də plus gəldi. İndi 6 plus 2 yeni qiymət oldu 8. İndi bir dəfə də qaydıram. 8 9'dan kiçik bərabərdirmi? Bəli. Bəli deyirəm deyə düşürəm aşağıya. Bir dəfə də F-nin tərkibindən keçdi. Onca bir dənə də plus qoyuram. Düşdüm aşağıya. N 8 K 2'dir. N'in son qiyməti oldu 10. İndi qaydanda 10 9'dan kiçik bərabərdirmi? Xeyr. Xeyr deyirəm. Görəm F-dən 1, 2, 3, 4. Yəni Efsa Akademi 4 dəfə çap edilmiş olacaq. Gəlirəm 9'a. Aşağıdakı həndəsi fiqurlardan hansı alqoritmi blok sxemində təsvirində istifadə olunmur? Alt bucaqlı modifikasiyalı dövr bloku və yaxud da parametrik blok. Düz bucaqlı hesablama əməliyyat bloku. Romb şərti, məntiqi, müqayisə bloku, budaqlanan blok. Paralleloqram verilənlərin daxil edilib xaric edilmə bloku. Amma trapesiya yoxdur. Keçirəm 10-cu suala. 10-cu sualda verilmiş alqoritmin nəticəsində çapda hansı qiymət əldə edilmiş olar? Hissə isə gəlirəm birinci bu hissədə. A 1'dir başlanğıc olaraq. B 2'dir. Gəlirəm aşağıda yerinə qoyma. İndi İlk olan modifikasiya dövrün başlanğıc qiyməti 4, son ala biləcək 15, addımı da 3'dür. Yəni ilk olaraq i 4 ilə başlayacaq dostlar dövrə. Ona görə düşəm aşağı i'nin yerinə 4 qoyuram. A'nın yerinə 1, B'nin yerinə 2 verir bizə 7'ni. A oldu son olaraq 7. Qaydıram dala. Qaydanda dala i son olaraq nə idi? 4 idi. Artıq ikinci dövrdə 3 addım artır olur 7. Düşəm aşağıya. i'nin yerinə 7. A'nın da yerinə 7. B'nin yerinə 2 qoyuram. 7 plus 2 plus 7 verəcək mənə 16 cəmini. Deməli A'nın yeni qiyməti oldu 16. Qaydıram dala. i 7 idi. 3 addımda artır olur 10. İndi aşağıya düşəndə artıq i'nin yerinə nə yerləşdirəcəm? Mən onu yerləşdirmiş olacağım.
A 16'dır, B də 2'dir. Toplayanda verir mənə 28. Bura oldu 28 və bir dəfə də gəlirəm. I 10 idi. 3 addım da artır olur 13. Düşdüm aşağıya. I oldu 13, B2, A da 28 idi. 28 2 verir mənə 40, o da 13. Verəcək mənə 28 o da 2, 30, o da 13 verəcək mənə 43 cəmini. Deməli A'nın da son qiyməti oldu 43. İndi qayıdan bir dəfə dala. I 13'dür. 3 addım atsa olacaq 16. 15'i aşır. Ona görə stop eləyirəm. Gəlirəm aşağıya. Gələndə aşağıya A son olaraq 43 alıb. B də son olaraq 2'dir. İndi düşdüm aşağıya. Yeni bir i parametri var. Və həmin i parametrin başlanğıc qiymətindən fokuslansam. I başlanğıcda 16'dır. Son ala biləcəyi qiymət 5'dir. Addım isə geriyə 3 getməkdir. Mənfi 3'dir. Deməli i ilk olaraq 16 qiymətini alır. Ona görə buna uyğun olaraq hesablamış olacaq. İndi düşdüm aşağıya. B bərabərdir. İ'nin yerinə indidən qoyuram başlanğıc qiymət 16'nı. A neçədir? A baxıram ki 43'dir. 43 16, B'nin yeni qiyməti oldu 27. Aşağıda 27 qoyanda 27 çıxır ki B'nin son qiyməti olur 25. Yazıram 25'i. Qaydıram dala. I 16 idi. 3 addım geriyə getdi, qaldı 13. Fikir verəm ki, baxın dostlar, burada B ilə əlaqəli hər hansı bir əməliyyat aşağıdadır. İlk olaraq B qiyməti nədən asılıdır? A'dan və İ'dən. I 13'dür, A 43'dür. B'nin yeni qiyməti olur 30. 2 addım da azalır aşağıya düşəndə verir 28'i. B son olaraq aldı 28. İndi qaydanda bir dəfə də dala. I 13 idi. 3 addım da geriyə getdi, oldu 10. Düşəndə aşağıya i'nin yerinə artıq 10 qoyacağım. A zaten neçədir? 43'dür. Bu olacaq 33. 33'dən də 2 çıxanda B'nin yeni qiyməti olur 31. Yazıram 31'i. Gəlirəm indi bir dəfə də geriyə. Geriyə gedəndə görürəm ki i 10 idi. 3 addım da geriyə gedir, olur 7. Düşəm aşağıya. i'nin yerinə 7, A'nın yerinə 43. 43 çıx 7 verir 36'nı. Aşağı düşürəm 36 minus 2. B'nin son qiyməti olur 34. Deməli B oldu 34. İndi qaydanda bir dəfə də yuxarı 7 idi. 3 addım geriyə gedir 4 olur. 5'i aşır. Ona görə stop eləyirəm. Düşürəm aşağıya. A neçədir? 43'dir. A'nın yerinə 43 çıxılsın. B'nin yerinə də 34. 43 çıx 34 9 bölünsün 3 verəcək mənə A'nın son qiymətinin 3 şəklində. Deməli cavab kimi A'nı istəyir deyə 3 cavabı çıxmış olacaq. 11. Verilmiş ifadədə ən az neçə məntiqi blok olmalıdır? 11-ci sual maraqlı suallardan biridir. X'in baxın böyük D plus C qiymətində bu ifadə ilə hesablanma olacaq. X kiçik olsa D plus C'dən onda bu qiymətlə hesablanmış olacaq. İndi biz də bunları bilərək bir növ həll eləməyə çalışaq. İndi dostlar, X böyük D plus C qoyuram ilk olaraq şərtdə. X böyük D plus C. İndi bunu şərt ödənsə, bəli desəm, avtomatik olaraq bu düstur hesablanmalıdır. Yəni bir dənə kosinüs yazıram ki, yəni birinci düstur hesablanmalıdır. Amma yox desəm, X D plus C'dən böyük deyil. Və yaxud belə deyil. X 5'dən böyük deyilsə nə ola bilər? Ya 5'ə bərabər olar, ya da 5'dən kiçik olar. Bu da eyni məntiqdir. X D plus C'yə bərabər deyilsə, ya D plus C'dən böyük deyilsə, ya D plus C'yə bərabərdir, ya da D plus C'dən kiçikdir. Niyə? Çünki D plus C'dən artıq böyük olmayanda ya ona bərabər qalmış olur. Çünki bərabərdirsə böyük ola bilməz. Ya da ondan kiçik qalmış olur. Bu iki şərt qalır. İndi düşürəm aşağıda. Məndə x kiçikdir D plus C var deyə onu qoymağa. X D ilə C'nin cəminə kiçik olsa bəli deyəcəm. Nəticədə bu düstur hesablanacaq. Sinus. Amma yox desəm dostlar. İndi X D plus C'dən böyük olmadı. Yox deyib gəldim bura. D plus C'dən kiçik olmadı. Avtomatik nə qalır?
Deməli x d plus c-dir. D plus c-dir deyə nə kiçik oldu, nə də böyük oldu. Ona görə avtomatik onun nəticəsi çıxmış olur. Amma mən sırf bunlar üçün mütləq şəkildə 2 dənə şərt bloku çəkməliyəm. Cavab olur C. A və B tam ədədlərdir. AB aralığında tam ədədləri çap edən alqoritmin düzgün işləməsi üçün sual işarəsinə nə yazılmalıdır? Biraz belə eləyim. Aha, belə yaxşıdır. Deməli, AB aralığında olan tam ədədləri çap edən alqoritm lazımdır. Buradan bilmək olur ki, A, B-dən mütləq şəkildə bir növ kiçikdir qiymət olaraq. Bizə lazımdır ki, A-ya elə bir qiymət verək ki, yaxud da A ilə B-nin müqayisəsini elə verək ki, yəni yox deyəndə düşüb aşağıda həm A-nı çap eləsin, sonra da A bir vaid eləyib keçək ikinci şərti yoxlama. Bunun üçün dostlar, mütləq şəkildə biz A ilə B-nin bir növ böyüklüyündən və yaxud da balacalığına əlaqə bir şey edirik. Məsələn, A variantı tamamilə səhvdir. Niyə? A ilə B fərqlidir demək istəyir. A, B aralığında zaten A ilə B avtomatik fərqli olmaq deməkdir. Yəni, fərqlidir, hə deyəcəm və heç bir şey çap edilməyəcək. Ən sonunda A-nın ilk qiyməti nə idisə o çap ediləcək. A, B aralığındakı, məsələn, A plus 2, A plus 3, A plus 4, nə bilim, bu tipli bütün ədədlər çap edilməmiş qalacaq. İndi, ona görə A variantı səhvdir. Bunu tam başa düşmək üçün A-nı yerinə 1 qoyuram, B-ni yerinə 4 qoyuram. Bu şəkildə bilin. Yəni, A 1-dir, elə düşün, B-də 4-dür. İndi, A kiçik B yazsam, sırf A kiçik B. Aha, 1, 4-dən zaten kiçikdir. Hə deyəcəm, sırf 1 çap ediləcək. 1, 2, 3, 4 çap edilməyəcək. Bu məntiqlə onda A kiçik bərabər B də səhvdir. Çünki 1 onsuz da kiçik bərabər 4-dür. Bəli, zaten 1 gəlib çap ediləcək. 1, 2, 3, 4 yenə çap edilməmiş qalacaq. Ona görə deməli A-nın B-dən kiçik olma şərtləri silinir. Ya olur A böyük bərabər B, ya da A böyükdür B. Gəlin A böyük B yazaq. A böyük B yazsam 1 4-dən böyük deyil. Yox deyirəm, düşürəm aşağı. 1-i çap elədi. İndi 1 vaid artdı. A oldu 2. İndi qaydıram. 2 4-dən böyükdürmü? Xeyr. Düşürəm aşağıya. 2-ni çap elədi A-nın son qiymətini. Sonra A 1 vaid artdı. 2 plus 1 oldu 3. Qaydıram dala. 3 4-dən böyükdürmü? Xeyr. 3 4-dən böyük olmadığına görə ona görə 3-ü də çap elədi, aşağıya düşüb yox deyib. 3 plus 1 A-nın yeni qiyməti oldu 4. İndi 4 4-dən böyükdürmü? Xeyr deyirəm. Düşəm aşağı 4-ü də çap eləyir. İstədiyimi aldım. 4 plus 1 A olur 5. İndi qaydan da 5 4-dən böyükdürmü? Bəli. Bəli deyirəm. Baxıram burada bir dənə də A-nı çap eləyir. Yəni 5 də çap ediləcək. Amma bizə lazım idi 1-4 aralığında 1, 2, 3 və 4 çap edilsin. Deməli bu da səhvdir. Qalır elə cavab C. İndi C-nin niyə doğru olduğunu təbii ki yoxlayaq. Gəlirəm. Yenə həmin o qiymətlərə əsasən hərəkət eləyəcəm. Pozanı bir dənə tapaq. Aha. Məsələn, A-nın da B-nin də yenə standart olaraq qiymətlər 1, 2, 3, 4, 1, 4 olsun. Bu şəkildə hesablanmış olaq. İndi A 1-dir, B-də 4. 1, 4 aralıq olsun. İndi deyirəm ki, A böyük bərabər B. A1, B bərabər 4. İndi 1 böyükdürmü 4-dən? Xeyr. Xeyr deyirəm, 1 çap edildi. İndi düşürəm aşağı. A1 vaid artdı. 1 plus 1 oldu 2. Gəlirəm yuxarıya. 2 4-dən böyük bərabərdirmi? Xeyr. Düşdüm aşağı. 2 də çap edildi. Gəlirəm 2 plus 1, 1 artdım artdı oldu A3. Qaydıram dala 3 4-dən böyük bərabərdirmi? Xeyr. Aşağıda 3 çap edildi. Yazıram burada 3 çap edildi. İndi 3 plus 1 A-nın qiyməti oldu 4. İndi yuxarı qaydanda 4 4-dən böyük və yaxud da bərabərdirmi? Bərabərdir. Hə deyirəm, gəlirəm bura. Burada da 4 çap edilir. Fikir verəm ki, həqiqətən istədiyim o 4 ədədi 4-də çap edilir. Deməli, cavab olur C. Keçirəm növbətiyə 13-ə. Aşağıdakı alqoritmin yerinə yetirməsindən sonra x dəyişəni hansı qiyməti almış olar? X-in qiymətini istəyir, biz də onu tapmağa çalışaq 13-cü sualda. X başlanğıc olaraq 55-dir.
Y 75'dir. İnşallah sığar qarşısında. İndi bu işarə fərqlilik deməkdir. 55 75-dən fərqlidirmi? Bəli, düşdüm aşağı. X Y-dən böyükdürmü? 55 75-dən böyük deyil. Yox qolu ilə gəlirəm. Y bərabər Y minus X, yəni 75 çıxılsın 55 eləyir Y-in yeni qiyməti 20. Y-ə yazıram 20 şəklində. İndi gəlirəm. Qayıtdım bura. X 55, Y 20. 55 20 fərqlidir. Düşürəm. 55 20-dən böyük olduğuna görə sol qoldan gəlirəm. Hə deməkdir bu dostlar. İndi 55 çıxılsın 20. X-in yeni qiyməti olacaq 35. X oldu 35. İndi qayıdıram dala. 35 20-dən fərqlidirmi? Bəli. Düşdüm aşağı. 35 Y-dən böyükdürmü? Bəli. Gəlirəm bura. X-in yeni 35, Y-in yeni 20. 35 çıx 20 verəcək bizə 15 qiyməti X-i. İndi qayıdıram təzədən dala. Qaydanda 15 20-dən fərqlidirmi? Tamamilə fərqlidir. Bəli. Ona görə düşməliyəm aşağıya. 15 20-dən böyükdürmü? Xeyr. Düşürəm aşağıya. Sağ tərəfə, yox tərəfinə. İndi Y 20 idi. X də 15. 20 çıx 15. Y-in yeni qiyməti oldu 5. İndi dövr bitdi. Qaydıram bura. 15 5-dən fərqlidirmi? Bəli. 15 5-dən böyükdürmü? Bəli. Hə deyib gəlirəm. İndi burada olur. X-in yeni qiyməti 15 çıxılsın 5, yəni 10. X oldu 10. İndi bax bu bitdi. Gəlirəm. 15-dən fərqlidirmi? Bəli. 15-dən böyükdürmü? Bəli. Hə deyirəm, X-in yerinə 10 qoyuram. 10 çıxılsın 5, X də olur 5. X də oldu 5. İndi qaydanda bir dəfə də dala. 5 5-dən fərqlidirmi? Xeyr. Ona görə X-in nəticəsi ən sonunda nə olmalıdır? 5 olmalıdır. Cavab olur 5. Keçirəm növbətiyə 14-ə. X bu ifadənin alqoritmi yeni etməsi nəticəsində Y dəyişəni 15 alır. Buraya yazdım Y-in yerinə 15. Niyə? Nəticə deyirsə ən sonuncu Y olmalıdır 15. Alqoritmi yerinə etməsinə qədər X dəyişən qiyməti neçə olub? Onu müəyyənləşdirək. Bu tipli suallarda 3 yolla hərəkət edirdi. Ya variant qoyaraq, ya yuxarıdan aşağı gəlmək, ya da aşağıdan yuxarı getmək. Hər üçünü eləmiş olaq. İndi variant qoysaq, məsələn, bu X hansı X-dir? İlk görünən X-dir. Yəni, alqoritmi yerinə yetirməsinə qədər deyirsə, ilk görünən X olmalıdır. Məsələn, 11 qoyuram. 11 qoyanda 14-ün yerinə, indi 14-cü sualda X-in yerinə, Y oldu 6. 6 qoysam 6 plus 9, X olur 15. 15 ilə 6 verəcək bizə 21-i, 15-i yox. Alınmır. Amma məsələn, indi A variantındakı qiyməti qoymağa çalışırım, 8-i. 8 çıx 5, Y oldu 3. 3 plus 9, bura oldu 12. Baxın, X 12, Y də 3. Həqiqətən cəmliyəndə 15-i verir. Bu şəkildə A-nı taparım. İkinci olaraq, yuxarıdan aşağıya gələrəm. İndi, Y-in qiyməti X minus 5-dir. Gəlib burada qoyacam yerinə. X minus 5 plus 9. Verəcək nəyi? X plus 4. Baxın, X-in yerinə bunu, Y-in yerinə bunu qoyaq aşağıda. 15 bərabərdir. X-in yerinə X plus 4, Y-in yerinə X minus 5. Verir mənə 15 bərabərdir 2X minus 1-i. Mənfi bir digər tərəfə keçəndə müsbətləşir. 15 plus 1 bərabər 2X. 2X 16-dır. X də verir 8-i. Baxın, 8-i tapdım. İndi isə aşağıdan yuxarıya doğru gedirəm. Aşağıdan yuxarıya doğru gedəndə də yenə prosesi bənzər şəkildə gedəcək. Əvəz etmə olacaq. Amma aşağıdan yuxarıya doğru gedirəm. Y 15-dir. Mən istəyəm, bax, bu X-i əvəzləyim. Ona görə gələm burada X-in yerini tapmağa. X bərabərdir 15 minus Y-ə burada. Y digər tərəfə keçir. Və yuxarıda qoyuram. 15 minus Y bərabərdir Y plus 9. Mənfi Y bura, 9 da bura gəlsin. 15 çıxılsın 9 bərabərdir Y plus Y. 6 bərabər olur 2Y-ə, Y deyilir 3. İndi Y-i 3 almaq üçün X 8 olmalıdır ki, 8 çıxılsın 5, 3'ü versin. 15. Efsa Akademi informatika sözləri hər ikisi neçə dəfə çap olunur? Hər ikisini ayrı-ayrılıqda tapmalıyıq və neçə dəfə çap edildiklərini müəyyənləşdirməliyik. 15-ci sual. İndi başlanğıc qiymət
i bərabər 20 verilib. Hər dəfə görürəm 2 vaid azalır. İndi i 20-dir, başlanacaq. 20-dən 2 çıxıram. i-nin yeni qiyməti oldu 18. Yazdım bura 18. İndi hə deyirəm. Düşürəm aşağıya. Burada əslində hə deməyin anlamı yox idi, amma nəysə. İndi düşdüm aşağıya. i 18 ondan böyükdürmü? Bəli. Bəli deyirəm, baxın, F-sak edimindən bir dəfə keçdi. Ona görə bir dənə F-yə plus yerləşdirmiş oluruq. İndi 18 idi, qayıtdı bura, 18 çıxılsın 2, bu oldu 16. i-nin yeni qiyməti oldu 16. 16 ondan böyükdürmü? Bəli. Bir dəfə də F-dən keçdi. İndi qaydırıq təzədən. 16 idi, 2 vaid azaldı oldu neçə? 14. i-nin yeni qiyməti oldu 14. İndi 14 ondan böyükdürmü? Bəli. Bir dəfə də F-sak ediminin içindən keçdi. Qaydıram bir dəfə də ona görə yuxarıya. i 14'tü. 14'ten yukarıya qaydanda 14 minus 2 i'nin yeni qiyməti olacaq 12. İndi 12 ondan böyükdürmü? Bəli. F-dən bir dəfə də keçdi, bir dənə də plus. Və bir dəfə də qaydıram. i 12 idi, 2 vaid azaldı oldu 10. 10 ondan böyükdürmü? Xeyr. Xeyr deyirəm, informatikadan ilk dəfə keçdi. Infoda oldu bir dənə plus. Və görürəm sonlandı. Görürəm F 4. Infoda bir dəfə çap edilir. Cavab olur 4,1. Yəni 4 dəfə FC, bir dəfə də info çap edilmiş olacaq. Keçirəm 16-cı suala. Son 10 sualımız. 16. Aşağıdakı alqoritmin icrasından sonra F-sak edimi sözü neçə dəfə çap olunur? Biraz böyüdək. Baxın, A-nın qiyməti başlanğıcda 4'dür. B-nin qiyməti 6'dır. İndi düşürəm aşağıya. A plus B, yəni 4 plus 6 neçə eləyir? 10 eləyir. A-nın yeni qiyməti oldu 10. İndi aşağıda B-nin qiyməti 6'dır, A-nın qiyməti 10. 6 çıx 10, B-nin yeni qiyməti oldu -4. İndi artıq aşağıya düşüb dövr hissəsinə fokuslana bilərim. Yəni hətta A-nın da B-nin də qiymətini burada yazaq. A 10, B də -4. Onsuz da yuxarıdan işimiz bitdi. İndi gəlirəm. 10 -4-dən böyükdürmü? Bəli deyirəm, düşürəm aşağı. F-sak edimidən baxın bir dəfə keçdi. Bir dənə plus yazdım. Düşdüm aşağıya. Baxın A bir vaid azaldı oldu 9. A-nı hətta biraz elə yerdə yazdım ki, qiymətlərini rahat yazım. A 10 idi. Bir vaid azaldı oldu 9. Buradan silək. B bir vaid artdı, -4 idi. Bir vaid artıb olacaq -3. Qaydıram təzədən yuxarıya. A B-dən böyükdürmü? 9 -3-dən böyükdür. Hə deyirəm. Baxın, F-sak edimindən bir dəfə də keçdi. İndi baxın, A bir vaid azaldı. 9 idi, oldu 8. B bir vaid artdı. -3 idi, oldu -2. Qayıtdım yuxarıya. İndi 8 -2-dən böyükdür. Düşdüm aşağıya. Hə deyirəm. F-sak edimindən bir dəfə də keçdi. Bir dənə də plus yazıram. Gəldim. A bir vaid azaldı oldu 7. B bir vaid artdı oldu -1 şəklində. İndi qaydıram təzədən dala. Qaydanda görürəm ki, bizdə A7 həqiqətən -1-dən böyükdür. Düşdüm F-sak edimindən bir dəfə də keçdi. İndi A bir vaid azaldı oldu 6. B bir vaid artdı oldu 0 artıq. İndi qaydıram yuxarıya. 6 0-dan böyükdürmü? Tamamilə. Ona görə düşdüm aşağı. F-dən bir dəfə də keçdi. 6 bir vaid azaldı oldu 5. 0 bir vaid artdı oldu 1. Yəni B də bir vaid artdı oldu 1. Qayıtdım yuxarıya. 5 1-dən böyükdür. Ona görə düşürəm aşağıya. F-sak edimidən bir dəfə də keçdi. İndi 5 bir vaid azaldı oldu 4. B bir vaid artdı 1 idi, oldu 2. İndi A 4 daha hal-hazırda, B də 2'dir. İndi dostlar, 4 2-dən böyükdürmü? Bəli. Hə deyirəm, F-sak edimidən bir dəfə də keçdi. 4 bir vaid azaldı 3. B bir vaid artdı, oldu 3. Baxıram 3 3-dən böyükdürmü? Xeyr. F-dən görürəm 1, 2, 3, 4, 5, 6, 7 dəfə keçdi. Deməli 7 dəfə çap olunacaq. Gəlirəm 17-yə. 17-ci sualda biraz belə kiçildək. Aha, bu qədər yaxşıdır. Axırda P-nin çap olmağını istəyir. P-nin qiymətini istəyir. P-ni başlanğıc olaraq verib 4, X-i verib 1. İndi
P bərabərdir. P vurulsun x kvadratı. Yəni 4 vurulsun x'in kvadratı, yəni 1'in kvadratı. 4. P'nin yeni qiyməti oldu 4. Düşdüm aşağıya. X 1 plus 3 neçə oldu? 4 oldu. İndi qayıdıram. Aşağıya düşdüm. X P'dən kiçikdirmi? 4 4'dən kiçikdirmi? Xeyr. Qayıdıram yuxarıya. İndi P 4'dür. X də 4 olasa 4'ün kvadratı verəcək bizə axırda 64. P'nin yeni qiyməti 64 oldu. X də 3 saydardı. 4 idi, oldu 7. İndi düşdüm aşağıya. 7 dostlar 64'dən kiçikdirmi? Bəli. Gəlirəm bura. P plus 10'dur. Yəni 64 plus 10 olur 74. P'nin son qiyməti 74 olur və bizdən zaten onu istirdiyə cavab olur 74. Gəlirəm 18-ci suala. Mənfi 4 parçasında h bərabər 0.5 addımı ilə y bərabər 2x kubu minus 4x plus 2 funksiyasının qiymətlərinin tapılması alqoritmi hansı struktur dövrünə aiddir? Dostlar, yadda saxlayın. Addım görürsünüzsə, parça görürsünüzsə, xüsusi şərt tələb eləmirsə, bu hər zaman olacaq dövr alqoritm. Hətta xüsusi şərt tələb eləsə belə o şərtli alqoritm olacaq. Yəni son şərtli dövr və yaxud da ön şərtli dövrünə əlaqəli bir şey. İndi burada yəni addım var, parça var, dövrünü yadda mütləq şəkildə yadda saxlamış olacaqsınız. Cavab olaraq C variantını yazmış oluruq. 19. A bərabər 3. Yazıram A3. B bərabər 8. Aha, bunları elədim. C bərabər 4. Kənarda yazıram. Sonra B bərabər C minus A. C 4'dür. A'da 3. 4 çıxılsın 3. B'nin yeni qiyməti oldu. 4 çıxı 3 1. B oldu 1. İndi gəlirəm baxın burada. A bərabərdir B minus C. B 1'dir. C'də 4'dür. 1 minus 4. A oldu mənfi 3. Sildim. C bərabərdir B minus A. B 1'dir. A'da mənfi 3'dür. 1 çıxılsın mənfi 3. 1'dən mənfi 3 çıxanda dostlar, mənfi mənfiyə tərsləşir, müsbətləşir. 1 plus 3 verir 4. Deməli, C'nin son qiyməti oldu yenə 4. İndi S bərabərdir A plus B plus C. A oldu mənfi 3. B oldu 1. C oldu 4. Verir bizə axırda 2 cavabını. Cavab olmalıdır 2. 20. Aşağıdakı alqoritm nə hesablayır? Alqoritm F tam A, B tam Y. Yəni bunlar tam ədədləri alacaq. A-da, B-də, Y-də. İndi verilib A-la B. Nəticədə Y veriləcək. Axırda Y istəyir. Başladıq. İndi deyir, əgər A B-dən böyük olsa, məsələn A 5 olsun, B-də 2. 5, 2. Onda Y bərabər A-dır, yəni 5'ə. Əks halda Y bərabər B. İndi 5 2'dən böyükdür. Onda Y bərabər 5 nəticəsi ortaya çıxacaq. İndi tutaq ki A 4 olsun, B 8 olsun. İndi 4 8'dən böyük olsa onda bu əks halda digərdir. 4 8'dən böyük olmadığına görə baxın, birinci tərəfə müsbətdir, ikinci tərəf mənfi. Biz mənfi tərəfə gedəcəyik. Çünki böyük deyil axı. Əksinə xeyr, böyük deyil. Ona görə Y bərabər olacaq B-yə. B-də 8 idi. Y burada da verəcək 8. Fikir verin, bayaq 5 2 arasında 5'i götürdü. 8 4 arasında da 8'i götürdü. Hər ikisində ən böyük ədədi götürdü. Deməli 2 ədədin böyüyünü hesablamış olur. 21. Alqoritmin fraqmentinin yerinə yetirməsindən sonra x və y dəyişənlərin qiymətlərini müəyyən edin. X-ə 3 verib, y-ə 8 verib. Düzdür? Əgər x y-dən kiçik olsa, yəni 3 8'dən kiçik olsa, onda bununla hesabla, yəni bu müsbət tərəf, əks halda bununla, bu mənfi tərəf. Yəni bura bəlidir, qısacası. Digər tərəf xeyr. İndi baxıram 3 8'dən həqiqətən kiçikdir. Ona görə bəlinə gedirəm. X bərabər olacaq 5 vurulsun y 8 idi, plus 10. Verəcək 50'ni. X'in yeni qiyməti oldu 50. X 50, y dəyişmir deyə y də olur 8. Cavab olur E. Keçsəm 22'yə. Deyir, 22-ci sualda bu ifadənin hesablanması alqoritmində məsələn nə vaxt həlli yoxdur.
İndi baxın, bunun yazılışına baxaq. Z bərabərdir 1 bölünsün x. Niyə? Mötərizədə deyil. Əgər 1 bölünsün x plus 1 belə mötərizədə olsaydı, bəli, kəsr kimi altında məxrəcdə onu yazardı. Amma mötərizədə deyil. Burada verildiyi şəkildə yazılırsa, bilin ki, bu sadəcə ayrıca 1 bölü x-dir. Üstə gəlinsin, bu isə 1 bölünsün x minus 1. İndi baxıram ki, mən bilirəm ki, riyaziyyatdan bölmədə sıfıra bölmə və 1'ə sıfıra bölmə deyə bir şey yoxdur. Ya mən x-in yerinə 0 qoysam, burada nəticə çıxmayacaq. 1 qoysam, x minus 1 nə vaxt sıfıra bərabər olur? X-in 1 qiymətində. 1 çıxılsın 1, 0 olur, yenə sıfıra bölmə olmur. Ona görə deməli, x-in 0 və 1 qiymətində həlli olmur. Ona görə cavab kimi A-nı götürürəm. 23. Keçəm 23-ə. Deyir, düzgün olmayan variantı seçin. Əgər alqoritmi bir neçə üsulla tərdib etmək mümkündürsə, onda onlardan ən dəqiqini və tez yerinə yetiriləni seçmək lazım. Bəli, məntiqlidir. Müəyyən bir alqoritmi icra eləmək istəyirsəm, mən ən qısa yolu seçərəm ki, daha rahat həll edilmiş olsun. Ona görə cavab kimi A variantını atıram. Düzgün olmayanı istəyir. Xətti alqoritmlərdə əməllər istənilən ardıcıllıqla yerinə yetirilir. Xeyr dostlar. Xətti alqoritm gördüyünüz baxın bu strukturda olan bir alqoritmdir. Yəni bunlarda ardıcıllıq bir istiqamət boyunca gedir. Ona görə düzgün olmayan biridir. Alqoritmdə istifadə olunan əməllər blok sxemləri vasitəsilə təsvir oluna bilərlər. Bəli, bizim alqoritm 4 versiyada təsvir edilə bilir. Alqoritmik dillə, blok sxemlə, söz və yaxud da nəqli təsvir, bir də pseudokod. Yəni blok sxemdə onlardan biridir. Alqoritm müəyyən nəticənin əldə olunması üçün istifadə olunan əmrlər ardıcılıdır. Bəli, tamamilə doğrudur. Məsələn, müəyyən bir nəticə əldə etmək istəyirsiniz. Nə olsun? Tutaq ki, dissertasiya işi yazırsınız və yaxud da kursa gəlmək istəyirsiniz. Kursa gəlmək istəyəndə o çəkdiyiniz yol, metoda minməyiniz, metodan sonra pilləkənlə bura qalxmanız, hamısı bir alqoritm, mərhələlərdir, ardıcılıqdır. Xətti alqoritmlərdə hər bir əməl bir dəfə yerinə yetirilir, tamamilə doğrudur. Təkrar yerinə yetirilirsə bu dövrdür. Cavab olaraq B variantını doğru götürmüş olaraq. 24. Kompüterdə məsələlərin həlli hansı ardıcılığına yerinə yetirilir? Biz bilirik ki, bizim kompüterdə ilk olaraq məsələlərin həlli ardıcılığını istəyiriksə, ilk olaraq məsələ özü ortaya qoyulmalıdır. Məsələ ortaya qoyulmasa mən hər hansı bir məsələnin həllindən danışa bilmərəm. 5 dənə olan variantları saxlayıram. Sonra məsələni qoydum. Bəs mən indi bu məsələnin bir növ üzərində müəyyən həllər etmək istəyirəmsə, birinci məsələni araşdırmalıyam, oradakı verilənlərə baxmalıyam, onları təyin eləməliyəm və s. Yəni, məsələn, tutaq ki, verib ki, məsələ belədir. Olsun, nümunə üçün nə məsələ deyim. Arifin 5 yaşı var. Qardaşı ondan 2 dəfə böyükdür. Qardaşının neçə yaşı var? Amma mənə verilib Arifin yaşı 5. Qardaşı Arifdən 2 dəfə böyükdür. 2 vur 5. Fikir verin. Yəni verilənləri təyin eləyirəm. Eyni şey kompüterdə də aiddir. Ona görə 5-dən sonra 4 gəlir. Verilənlərin təyini. Ona görə B də gedir. Sonra bu verilənlər təyin edildi. Müəyyən bir alqoritm qururam. Aha, necə həll edəcəm? Deməli, Arifin 5 yaşı var idi. Qardaşı ondan 2 dəfə böyükdürsə, aha, ilk olaraq Arifin yaşını 2-yə vuracaq. Aha, qardaşının yaşı nə olacaq bunda? 10. Baxın, müəyyən bir həll alqoritmi yaradırsınız. Həll alqoritmi yaratdınız. Bunu indi kompüterdə ifadə etmək üçün proqramlaşdırma dilində yazmaq lazımdır. Ona görə proqramlaşdırma dili seçilir, yazılır və sazlanılır. Və ən sonunda da artıq həll elədiniz. O işçi proqramı sizdə və yaxud da məsələ həll elədiniz. Ən sonunda analiz edirsiniz ki, görək doğrudur ya yox, yerinə qoyursunuz. Burada da eyni məsələdir. İşçi proqramı icra edilir, nəticələr alınır və təhlil edilmiş olur. Olur 5, 4, 3, 2, 1. Cavab oldu D variantı. Və gəldik son suala. Bu fraqment vasitəsilə nə hesablanır? İndi, baxın, x1 böyükdür x2-dən. Məsələn, x1 5 olsun, yerinə ədəd qoyaq. Biri 8 olsun, biri 5 olsun. x1 8, x2 5. 8 5-dən böyükdür mü? Bəli.
Onda nəticə kimi x2-ni verir. x2 5-dir, nəticə x2 olur. İndi məsələn x1-ə verim 4, x2-yə verim 7. 4 7-dən böyükdürmü? Xeyr. Onda nəticə kimi x1 verir, 4-dür. Fikir verin, 8 və 5 arasından bizdə nəticədə 5 çıxdı. 4 və 7 arasında nəticədə 4 çıxdı. Yəni hər ikisində kiçik ədəd çıxdı. Deməli, burada x1 və x2 ədədi arasında ən kiçiyi tapılmış olur. Cavab olur A. Belə dostlar, ümid edirəm bu video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşmək ümidi ilə Allah amanla. Uğurlar hər birinizə.